Əgər sən hələ də bu formada dərs çalışmırsansa, onda az nəticəyə razılaşmalısan. Niyə görə? Bilirik ki, dimin imtahanının 90% dibin toplusundan düşür. Ona görə dim toplusunu düzgün işləmək və sistemli işləmək lazımdır. İlk öncə nə edirik? Əmin oluruq ki, qaydanı tamamilə yaxşı öyrənmişik, tam əmin oluruq. Ondan sonra isə toplunu çalışırıq ki, variant atmadan, beynimizdə həll etmədən və yazaraq həll etməyə. Buna çalışırıq. Bilmədiyimiz sual olduqda isə onun üzərində çoxlu çalışmaq lazımdır. Bir dəfə baxdım, bilmədim deməklə deyil. Çoxlu məşq etmək lazımdır. Ondan sonra isə tam bitirdiyinizdən əmin olduqda cavab kartını götürüb cavabları yoxlamaq lazımdır. Və görürük ki, orada plusumuz, minusumuz var. Səhvimiz və düzümüz yaza bilmədiklərimiz var. Düzlər qəşəng. Səhvləri isə onun üzərinə yenidən keçirik. Yəni artıq səhvim var, yaza bilmədiyim var. Müəllimə deyəcəm, cavablandıracaq. Yox. İlk öncə səhvlərimə mən baxım. İlk öncə səhvlərim, yaza bilmədiklərim mən üzərində bir də işləyim. Çünki istirahət etdikdən sonra həmin yaza bilmədiyin sualı artıq sən ikinci dəfə yaza biləcəksən. Beləliklə mənə verəcəyin suallar azalır. Beləliklə özgüvənin artır. Yəni sən mənə yalnız yaza bilmədiyin, heç cür alına bilmədiyi sualları verəcəksən. Mən onları cavablandıracağam. Ondan sonra həmin topludakı mövzunu bir də yenidən işlədikdə artıq sənin səhvin qalmır. Səhvlərini cavablandırıram, bilmədiklərini cavablandırıram, yaza bildiklərini də artıq yaza bilmirsən. Və toplunu yenidən bir də işlədikdə isə nəticəm